Dövlət qurumlarına edilən kiber hücumlar həm daxildə, həm də xaricdən həyata keçirilib. Xüsusi rabitə informasiya təhlükəsizliyi dövlət xidməti tərəfindən edilən 450 min hücumun qarşısı alınıb. İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi üçün 150-dən çox dövlət qurumunun informasiya təhlükəsizliyi sahəsində məsul şəxslər bir araya gəldilər. Məqsəd informasiya təhlükəsizliyi risklərinin vaxtında müəyyən edilməsi, təhlil və effektiv şəkildə idarə olunması, dövlət informasiya resurslarının qorunmasıdır. Qabaqlayıcı əsasda idarə olunması və dayanıqlı mühitin qurulması ilə əlaqədar mühüm tapşırıqlar verilmişdir. Bu tapşırıqlar dövlət informasiya resurslarının təhlükəsizliyinin yalnız ayrı-ayrı texniki tədbirlər səviyyəsində deyil, vahid arxitektura, risk əsaslı idarə olunma və institusional məsuliyyət prinsipləri üzərində qurulması vacibliyini bir daha təsdiqləyir. Xüsusi rabitə informasiya təhlükəsizliyi dövlət xidmətinin baş idarə rəisi Azər Əhədovun sözlərinə görə müasir dövrdə rəqəmsal mühitin sürətlə genişlənməsi informasiya təhlükəsizliyi anlayışına yanaşmanı da dəyişib. Risklərin müəyyənləşdirilməsi, kateqoriyalar üzrə qruplaşdırılması, eləcə də müəyyən edilmiş informasiya təhlükəsizliyi risklərinin aradan qaldırılması yollarının mərkəzləşdirilmiş formada dövlət qurumlarına təqdim edilməsi üçün xidmətimiz tərəfindən təhdidlər və həllər kataloqu hazırlanmışdır. Ötən il ərzində dövlət qurumlarının istifadə etdiyi internet xidmətləri üzərindən müxtəlif təhlükəsizlik vasitələri ilə 450 min hücumun qarşısı alınıb. Bu hücumlardan 96 mini sandbox aləti vasitəsilə həyata keçirilib. Dövlət qurumlarında quraşdırılmış, mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə 50 min istifadəçiyə yaxın dövlət qurumu əməkdaşı istifadə edir bu sistemdən və təqribən 6 milyona yaxın zərərvericilərin qarşısı alınmışdır. Dövlət xidmətinin idarə rəisi Nadir Novruzov bildirdi ki, bu hücumların böyük hissəsi zərərli fayllar, phishing cəhdləri və sistemlərə icazəsiz giriş təşəbbüsləri olub. Və bu DDoS hücumları demək olar ki, gündəlik əsasda baş verir və davamlı olaraq dövlət qurumlarına qarşı DDoS hücumları yönəlir. Lakin dövlət qurumlarının, dövlət informasiya sistemləri bu DDoS hücumlarını istənəmlər, çünki bizim müvafiq avadanlıqlar vasitəsilə bunların qarşısı alınır və yalnız təmizlənmiş trafiklər gedib çatır. İdarə rəisi onu da bildirdi ki, 2026-cı ildə dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə diaqnostikanın aparılması planlaşdırılır. Sözgedən diaqnostika meyarları hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Daha sonra tədbir geniş müzakirələrlə davam etdirilib. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.